ki, müsbət azadlıq var. Erik Fromm deyir. Onu yarat. Bu nə deməkdir müsbət azadlıq? 2 dəqiqə bitirdim. Deyir əzizim, müsbət azadlıq budur. Sən birincilərdə necədir? Rahatlıq tapmaq istəyirsən, insan rahatlıq tapmaq istəyir də məmnun olmaq istəyir. Bu hamı da belədir. Sən elə bilirsən ki, başqalarına sığınanda, konformizmdə, tabi olanda və yaxud dağıdıcı hərəkətlər eləyəndə rahatlıq tapacaqsan. Elə deyil. Rahatlıq sənin içindədir. İçində yarat bunu. Aleykum enfusekum. Kur'an'da. Özünüzü tapın. Özünüzü tapın. Düşünmə ki, rahatlığın başqa yerdədir. Səhv edirsən. Özünə qayıt. Azadlıq budur. Müsbət azadlıq. Onda rahat olacaqsan. Bir cümlədə deyəm. Erik Fromm deyir ki, və haqlı olaraq deyir ki, bəzi insanların dinə meyli də konformizmə görədir. Düzdür. Özü aldadırsan sadəcə. Cəsarətin yoxdur işləməyə, iradən yoxdur. Bir dini qruplaşma var. Ona sığınmısan ki, cənnəti qazanasan. Aldatma özü. Behişti bəhanəyə vermirlər. Bahaya verirlər. Baha, işləməlisən. Mən də bu qrupdanam, cənnəti qazanam. Gözdə. Rahatlanıram. Bu qrupdanam, aha nə dedirsə odur. Səhərdən axşama kimi çayxanada otururam. Cənnətliyəm mən. Bir şey yox. Aldatma özünü. Və yaxud hansısa siyasi qruplaşmalarda da belədir. Özümdə axtar. Doğradım, çapdım özümü. Yoğurdum, yapdım özümü. Nə yaxşı tapdım özümü. Böyrümdən keçib getmədi. Mənimki Allaha qaldı. Alınmadım, baha qaldım. Özüm baxa-baxa qaldım hamını ötürdüyümə. Ürəyim ətdi, daş deyil. Kipriyimdəki yaş deyil. Sevinin, əlim boş deyil. Gülməyin gətirdiyimə. Gözüm yuxu yata bilməz. Ana bilməz, ata bilməz. Qızıl olsa çata bilməz. Tapdığım, bitirdiyimə. Sağ olun, təşəkkür ederim. Sağ olun. Yox, əl çalmaq yaxşı ki, xoşuma gəlir, bir dənə də şeir oxuyayım. Oxuyum. Ay. Bayaq şəhidlərimizi andıq. Mən o mövzuya girmək istəmirəm. Bilsəm, övrəlirəm. Bir cümlə deyim, Allah şəhidlərimizə rəhmət eləsin. Amin. Lap yuxudan duran kimi yoruluram, lahi. Rəşəməm, bahalıdır ha. Lap yuxudan duran kimi yoruluram, ilahi. Tüstü kimi, duman kimi, lal oluram, ilahi. Yoruluram hər sözdən, hər kəlmədən, lap balamın oxuduğu nərmədən. Bir sözə də daha dil bulamaq istəmirəm. Yalquzağa dönsəm də ulamaq istəmirəm. Dadı qaçıb şeirin, sözün, daha məni dinləndirən sözüm yox. Adamlarla danışmağa həvəsim, Allahla da danışmağa üzüm yox. Ah çəkirəm, gülür ahım. Bu ah mənə inanmır. Deyəsən, çoxdur günahım. Allah mənə inanmır. İndi qayıdır tezdən. Məni səndən özgə kim dindirər, kim? İlahi, özümdən sənəcən lalam. Bir quş qanadında göndərəcəyin, bir təzə məzhəbə, dinəcən lalam. Mənə torpaq dili, daş dili öyrət. Bəlkə də qəbrimdə dillənə biləm. İlahi, sən mənə quş dili öyrət. Uçmağı özüm də öyrənə biləm. Sağ olun. Teşekkürler. Minnettarım. Bana bir sual vermek istəyirdim sonda. Sual bahadır. Yok, genel defa ödeşerik. Buyurun. Azadlıq yoxsa rahatlıq? Çünki hər iki mövzuya toxundunuz və hər ikisində çox maraqlı bir məqam ortaya çıxır. Maraqlı gəldi. Azadlıq yoxsa rahatlıq? Hansı daha üstündür? Deyir ki, şah yaxşıdır, yoxsa şah olmaq yaxşıdır, yoxsa ədalətli olmaq? Deyir, ədalətli şah olmaq yaxşıdır. Bu da şablon cavabdır da. Amma siz bu şablon cavabı məndən istəmirsiniz. Yox, mən desəm ki, azadlığın azadlığın gətirdiyi rahatlıq. Onun nənəm də deyər də, azadlıq. Azadlıq. Allah